Bəzən işlərdən, hər hansı bir şeydən qorxuruq. Məsələn, insanlar var ki, Quran oxumaqdan qorxurlar. Yox, mən bacara bilməyəcəm. Mənlik deyil, çətindir. Onu bilin ki, bu günləri oxuduğum bir şeydir. Bu günləri oxumuşam səhər-səhər. Deyir ki, insanların qorxduğu şeylərin çoxsu, hətta faizi yazmışdır. Deyir, insanların qorxduğu şeylərin 97%-i həyata keçmir. Həyata keçmir. Mən qorxuram ki, başıma falan şey gələr. Olmur. Baxın, nə qədər hadisələr olub ki, demişsiniz ki, ayda məsələn, mən işdən falan şey olur, işdən çıxararlar, başıma falan şey gələr, falan şey olar, falan şey olar, nə bilim, belə hadisələrlə qarşılaşaram, nə bilim, məscidə gələndə məni it tutar, falan şey olar, belə olar. Olmuyor, 97%-i olmuyor. Amma nə olur? Şeytan gəlir o qorxuyla, səni qorxudur, etməli olacağın işdən səni uzaqlaşdırır. Deyir, sən bacarmayacaqsan. Həzrət Əli əleyhissalam nə deyir ki, qorxduğun şeyin üzərinə get. Üzərinə get ki, qorxduğun şey görəcəksən ki, sənin üçün əslində qorxulu deyilmiş. Psixologiyada da var bu şey. Deyir ki, onun yanına get. O neydən qorxursan, onun üzərinə get. Əgər birdən gedə bilmirsənsə, addım, yavaş-yavaş get, axırda görəcəksən ki, nə də qorxulu deyilmiş. Əsas insandan qətiyyət tələb olunur.